niyə edu.az platformasına daxil olmalıdırlar? Niyə bundan yararlanmalıdırlar? Digər təhsil platformalarından onların fərqi, məsəl üçün sizin platformanın fərqi nədir? Əsas fərqləndirən cəhət məsələn nədir? Ümumiyyətlə Azərbaycanda təhsil platformalarının, proqram təminatlarından istifadə xarici dövlətlərlə müqayisə etsək daha azdır. Hansı ki biz daha çox Excel-dən, kağız qaydalarından istifadə edirik. Və bir neçə müəssisələr də var ki, xarici proqramlardan da istifadə edirlər. Birinci xarici proqramlarla olan fərqini deyəcəm. Təbii ki, büdcə məsələsidir. Onlar öz əmək haqqlarına uyğun olaraq, valyuta, döviz məsələlərinə uyğun olaraq daha baha olur. Yəni onlardan bizim proqramı almamız bizə daha bahalaşa gəlir. Bir də bizim daxilimizdə yaranan, Azərbaycanda olan proqramlar var ki, mən düşünürəm ki, bizim proqram onlardan funksiya olaraq daha çoxdur. Yəni bizdə funksiyonluq daha çoxdur. Nə gözəl. Ən önəmli məsələ valideynlə təhsil mərkəzinin arasındakı kommunikasiya məsələsidir. Yəni həmişə problemlər bunun üzərində olur. Yəni zamanın çox hissəsi valideyni kommunikasiya eləməklə keçdiyi üçün təhsil mərkəzlərinin başqa işlərə adaptasiya ola bilmirlər. Yəni məsəl üçün balacaların olacağı bir mərkəz düşünək. Ora getsəz uşaq bağçasına görəcəksiniz ki, daima valideynlə əlaqədədir. Ya WhatsApp-la, ya zənglə. Çünki onların qrupları var və s. Bəli, və fiziki də əlaqədədir. Biz təbii ki, burada valideyni də qınamırıq. Uşağınla daima kontakt olmaq istəyir, uşağın nə etdiyini bilmək istəyir, fəaliyyətini izləmək istəyir. Amma təhsil müəssisələri üçün bu problemli nə mənada? Onlar artıq özlərinin üzərində inkişaf etməyə zaman qalmır. Məsəl üçün, təhsil mərkəzi istəyir ki, öz əməkdaşlarını hər hansı bir kursa, təlimə göndərsin. Bu zaman probleminə görə göndərə bilmir. Artıq özlərini inkişaf etdirməyə edə bilmirlər. Yəni təbii ki, edirlər, amma daha üstün edə bilər. Çünki niyə görə? Zaman problemi yaranır. Zaman problemini biz maksimum minimallaşdırırıq ki, siz həm eyni zamanda kommunikasiya da təmin olunur. İstədiyinizdən daha əvvəlkindən daha çox kommunikasiya təmin olunur. Əlavə olaraq da zaman qazanırsınız. Yəni biz burada kommunikasiyanı həm daha güclü edirik, həm də zamanı daha çox sizə veririk. Yəni bu da düşünürük ki, təhsil mərkəzlərinin ən xoşuna gələn bir hissələrdən biridir ki, valideynlərində.